Dostlar salam, hər vaxtınız xeyir olsun. Dəyərli futbol həvəskarları, Futkas YouTube kanalımızda növbəti üçlü podkastla qarşınızdayıq. Rafael Ziya və mən hər zaman olduğu kimi ötən həftə söz vermişdik ki, klublarımızın Avropa çıxışından sonra yenidən müzakirəmiz davam eləyəcək. Sizin də rəyləriniz gəlir, çalışacağıq. Ötən buraxılışda olan mən baxacağam indi həmkarlarım danışanda görək ən maraqlı fikir kimdə olub, onları da çalışacağıq səsləndirək. Bizi bəyənin, Instagram səhifəmizi, YouTube'da məhz bu verilişimizi bəyənin və klublarımızın Avropa çıxışında qısaca rəylərinizi də yaza bilərsiniz rəy hissəsində. Hər birinizin fikirlərinə hörmətlə yanaşırıq və oxuyacağıq. Çox belə deyək də uğursuz həftəni geridə qoyuruq klublar üçün. Yalnız sabah istisna. Çox pis həftə idi. Sabah yalnız istisna, digər komandalar yəni ikisi kənarda qaldı. Zirə Neftçi və Qarabağ belə deyək məcburiyyətdən Avropa Liqası məğlub oldu, Konferans Liqasına daha doğrusu yollanır reqlamentə əsasən və sabah isə növbəti mərhələdədir. Sabah artıq Konferans Liqasının liqa mərhələsini təmin edib. Buradan bütün sabah azarkeşlərini, sabah klubunu və rəhbərliyini təbrik edirik. Tarixi uğur idi onlar üçün. Çox böyük addım atdılar. Hələ qarşıda Avropa Liqası da ola bilər, yəni Çempionlar Liqası da ola bilər. Ona görə növbəti oyunlarda uğurlar arzu edirik və keçirik artıq oyunlarımızda müzakirəmizə. Amma bir şad xəbər var, mənfi xəbərin yanında bir müsbət xəbər var. Azərbaycan Premyer Liqasının yeni mövsümündə əla bir layihə ilə start götürür. AFFA-nın təşkilatçılığı ilə, dəstəyi ilə, belə deyək, elə bizim həmkarımız Futkas YouTube kanalında əməkdaşı Ziya Əsgərovun birbaşa necə deyək, birbaşa menecerliyi deyək, layihə rəhbəri olaraq məhz onun layihəsi altında fantazi futbol artıq Azərbaycanda da olacaq. Dünyanın ən çox oynanılan virtual oyunlarından biridir. İngiltərə Premyer Liqasından bələdsiz. Digər liqalarda biraz aşağı-yuxarı maraq az olur, amma İngiltərədə hər şey üst olur. Və orada Azərbaycan üzrə statistikanı Ziya açıqlayacaq nə qədər İngiltərədə o liqasında oynayanlar var və belə deyək də həmin şəxsləri dəvət edirik ki, Azərbaycan çempionatının liqasında oynasınlar. Mən bilirəm ki, çox böyük maraq var Azərbaycan futboluna. Hər zaman olub. İndi də sosial telefonlar, internet və biz bu marağı rəqəmlərdə görürük. Qarabağ Avropa səhnəsində oynayanda və yaxud digər klublarımız və eləcə də ölkə çempionatının yayımlarında. Ona görə hər kəsi dəvət edirik. Altda link şəklində yəqin ki qoyacağıq, ora daxil ola bilərsiniz. Ətraflı məlumatı da Ziya özü verəcək. Ziya xeyirli olsun. Uzun müddətdə hazırlaşırdınız. APL Fantezi nə yeniliklər var, hansı hədiyyələr var və bizim liqamızda təqdim edə. Nəhayət ki, Azərbaycan liqasının da fantezi oyunu artıq bugündən etibarən qeydiyyatdan keçə bilərsiniz. Ekranda da görürsünüz. aplfantasy.az saytından daxil olmaqla və yaxud da Play Marketdə, iOS-da siz APL Fantasy yazaraq qeydiyyatdan keçə bilərsiniz. Bir çox yeniliklər var. Yeniliklərdən biri də siz artıq qeydiyyatdan keçdiyiniz zaman bir heyət deyil, bir qeydiyyatla 2 komanda yarada bilərsiniz. Yaratdığınız komanda istənilən bir liqaya qoşa bilərsiniz. Çempionatın başlamağına 14 gün var və burada hədiyyələrimiz nə olacaq? Hədiyyələrimiz həftənin qalibi, ayın qalibi və ilin qalibinə möhtəşəm hədiyyələrimiz var. İlin qalibi AFFA tərəfindən millinin bir səfər oyununa 2 nəfərlik səyahət paketi hədiyyə qazanacaq ki, buradan millinin bir oyununa baxacaqlar, qalmaq xərcləri, hər bir şey AFFA tərəfindən qarşılanacaq. Bununla bitir, xeyr, bundan əlavə PlayStation 5 mükafatı olacaq qalibə, ondan sonra milli komandanın futbolçularının imzası ilə olan bir forma olacaq və Fantezinin sponsoru olan Euroax tərəfindən daha dəyərli hədiyyələr veriləcək. 2-ci yerin qalibi, 3-cü yerin qalibi və ilk 20 yerə qədər bu davam edəcək. Həftənin də qalibləri APL Fantasy tərəfindən hədiyyəsiz qalmayacaq. Həftənin də qalibinə hədiyyələr veriləcək və ayın da qalibinə hədiyyələr veriləcək. Elə bu arada bəlkə Rafael yaradaq Futkas 100%. Futkas TV-nin liqanı yaradaq, bəli, Futkas TV-nin liqasını yaradaq. Siz qoşulma kodunu ekranda görürsünüz. Həmin kodu yazıb da qoşula bilərsiniz. Açıq liqalarda Futkas TV-də yazıb tapıb birbaşa qoşula bilərsiniz. Futkas TV liqasında qaliblərinə mövsüm sonunda bizim tərəfdən xüsusi hədiyyələr olacaq. Oynayın və futboldan həzz alın. Belə başa düşdüm ki, heç kim hədiyyəsiz qalmayacaq. Ziyanın dediyinə görə həftə qalibi, ayın qalibi, ilin qalibi. Mənə elə gəlir ki, o milli komandayla səfərə getməkdə çox böyük stim oldu mövsümün sonuna qədər. Amma orada PlayStation 5 üstündə bir sənə davalar gedir. Orada iPhone-lar var yəni. 2 nəfərlik, 2 nəfər fərq yoxdur. Qalib gələn adam
tək getməyəcək, darıxmasın deyə. Çox əladır. Tək niyə gedir? Milli komandanın bütün üzvləri Ya, orada. indi öz dostum, yoldaşın, qardaşın, bacısı, Əla. kim istəsən. Bir daha uğurlar Ziya, sənə də bu layihəni ərsəyə Çox sağ ol. gətirdiyinə görə affədə. Təşəkkür düşür. Belə uğurlar hər kəsə və keçid eləyirik əsas məsələyə. Bir sazı aldı görək Rafael müəllim nə dedi. Edirən deyib. Dirən danışıb. Mən qulaq asmam. İstəyirəm bu dəfə mənim üçün danışsın. Rafael. O tərəfdə mən bilirdim elə komanda Qarabağ belə deyir, penalti sırasında məğlub olan kimi ilk qrupa yazdım ki, heç nə. Qoy Rafael nəsə danışmasın deyə birinci özüm yazdım ki, qoy başa düşsün ki, qəbul elədim. Qarabağ mənim sabahı qoyduq Qarabağla danışdıq. Yəni tezdən qayıdarıq Çempionlar Liqasına. Əsas çünki çox müzakirə olunan sabahdan çox Qarabağ. Bəli. Qarabağ niyə belə oldu? Səbəblər nədir? Keçən həftə danışmışdıq azdan çox. Hə, səbəblər nədir? Yəni insanlar, hətta gözləntilərin tam müzakirələr əksi arasında da var. Hə, ki, yəni müzakirələr gedir ki, niyə görəsən? Dəstək çıxanlar da var, irad tənqid edənlər də var. Bunu normal sayanlar da var. Bərpa prosesini. Sənin fikrin nədir? Bir daha CSKA Sofiyanın niyə keçməyəcəkdik? Təkrarlayıram sənə, niyə keçməyəcəkdik düşünürdün? Artıq bəllidir də keçməyib. Bəli. Sadəcə onu niyə düşünürdün? Mən niyə düşünürdüm? Mən ilk oyuna baxandan sonra keçən həftəki verilişimizdə də fikirlərimi səsləndirdim və 51-49-da CSKA Sofiyanın turu keçəcəyini, 90 dəqiqə heç isə bitəcəyini, uzatmada işin həll olunacağını qeyd edirdim. Və heç bir təxmində deməmişdim hesab təxmini. Bu əsası nədən ibarətdir? Qarabağın əlbəttə irəli ucunda, sivri ucunda olan hücumçusuna mən heç bir iradım və sözüm yoxdur. Düz azərkeşlər dünən də yayında da yazdılar ki, Savo meydanda ümumiyyətlə yox idi. Amma mən orada Savonu qınamıram. Niyə görə? İlk öncə heyətə gəlin nəzər salaq. Langa zədəli idi. Zədədən təzə qayıtmışdı. Elvinlə başladı. Qalan 3 oyunçu həm keçən həftəki heyətdir. Yarım müdafiə həmçinin və hücumçunun arxasında olan 3, yəni 2 winger, bir 10 nömrə Zubir, Kadi və Kaşuk. Mən heyəti görəndə həmin yayımda bizim izləyicilər də, yəni həmin yayımda olanlar 300-400 nəfərdən çox olmayan adam var idi. Yəni 300-400 arası hamı yazır ki, niyə Zubir, niyə Kaşuk, niyə Kadi? Çünki üçü də keçən həftədə hamımız dedik ki, yəni bu adamlarla bir yerə gedib çıxmaq olmaz. Mən heyəti görəndə dedim, həqiqətən Qarabağ çətin buranı keçir. Və oyun baxımından da Qarabağ oyunu tam diktə elədi əslində götürəndə. Mərkəzi məğlub olmadı. Yankoviç möhtəşəm oyun keçirdi. Yankoviç alır. Yəni həqiqətən Varkoni möhtəşəm oyun keçirdi. Adamlar mərkəzi heç bir halda Sofiyaya vermədilər. Yəni Qarabağ necə istəyirsə rəqib elə oynayırdı. Amma Qarabağın irəlidə dişi yox idi. Bu nəyə görə? Müdafiə ilə dayaq yarım müdafiə topu gətirirdi. İrəli ucdakı oyunçular çox bacarıqsız. Yenə də Zobir köhnə öz amplasında. Hətta topu çox saxlayırdı ayağında. Ötürmələri yox, zərbələri yox. Kaşuk nə elədiyini heç özü də bilmirdi. Kadidəki ruhu var, özü yoxdur. Bu belə Savo neynəsin? Savonun arxasında 3 oyunçu ona top gətirmir. Keçid yoxsa neynəsin? Bu duran deyil ki, arxaya qayda və ya sprintlər ata, sürətli nəsə keçidlər eləyə. Buna görə bir pas gətirəsən ki, bu adam nəsə eləsin. Ondan sonra mən baxdım, dedim, heç bir şey. Bizim qəmimiz kəm, Qarabağ çətin bu oyunu çevirər. Çevirə bilərdi, ancaq necə ikinci hissədə Qurban Qurbanov yenə də köhnə öz amplasında əvəzləmələr 60-cı dəqiqədən sonra 65-də ilk əvəzləməni elədi. Həmişə kimi əvvəl Andrade yetim 60 olan kimi qırmızı bayraq qalxır ki, Andrade çıx çölə, yerə Nərman girəcək ya da ki Musa Qurbanlı girəcək. İndi də Kaşuk çıxdı, gəldi, Sefas girdi, Zubir qayıtdı öz yerinə. Sonra Ardican deməli Sefas girdi, Jali girdi oyuna, Langa girdi oyuna, sonra bir də Cəbrayıl girdi oyuna. Bədəvi çıxartdı, Cəbrayılı saldı, Mateo Silva'nın müdafiə mərkəzinə keçirdi. Və 90+2-də Montiel girir. Yəni mən çox şey başa düşürəm, amma həqiqətən Qurban Qurbanovun bu inadkarlığını heç cürə başa düşə bilmirəm də. Yəni Zubiri 90 dəqiqə niyə saxlayırsan? Adamın da dili çıxmışdı ki, mən oynaya bilmirəm də, məndə oyun alınmır. Və inan ki,
oyunda Qarabağda təhlükəli şansları yaradan Sefasla Montiel'in bir iki epizodudur. Başqa heç bir şey yoxdur. Zubirin öz bir zərbəsi vardı, amma Sefasın da bir epizodu oldu ki, hansı ki... O uzatmada oldu, Bəli, uzatmada. amma ki Ötürməyə oyunda da oyuna girəndən sonra da nələrsə yaratdı Sefas. Yəni təhlükə yaratdı. Düzdür, bitiriciliyi yoxdur, amma ki Qarabağ Rafael fikir verdinsə, oyuna əlavə olunmuş 2 hissədə daha yaxşı oynadı. 100%. Gol epizodları hansı ki bir Montiel'in vurduğu qapıçının üzərində İki olan dənə epizod zərbə var. var. Bəli, bəli. Cəbrayıl vurdu, qayıtdı, Montiel vurdu, qayıtdı. Save elədi. Yəni orada artıq Sefasın da epizodunda Musaya ötürmə etməyəndə artıq işin məncə Qarabağa tərəf, şansın Qarabağdan Fortuna Qarabağdan döndü, bəli. Hə, fikirləşdim. Mən də öz fikirlərimi deyim eləli. Oyuna başlayanda heyəti gördüm. Kaşukla Zubir başlayırdı. Artıq burada hələ də yəni Qarabağın heyətində Zubir 90 dəqiqə oyunda qalırsa, yəni Qarabağ əvvəlki Zubir deyildi. Bu vaxta qədər Zubir çox əla oynayıb. Keçən mövsümə qədər. Ki, bəli, çox yaxşı qatqılar verib. Yəni Qarabağdan getmə təhlükəsi var idi 2 il qabaqda. Qarabağ onu saxladı falan. Ora qədər hər şey əla idi. Artıq yəni futbolçu yavaşladır da komandanı. Gedir, dayanır, fikirləşir. Ötürməni yəni artıq rəqib keçmək, rəqib əksilmək, birə-birdə çətinlik yaşayır. Gedir, saxlayır topu, yenidən ötürür cinah futbolçusuna. Yenə də yəni asmaları da yaxşı deyil. Qarabağın Rafael onu qeyd elədi ki, müdafiədən topu çıxarır, yarım müdafiə topu çıxarır. Kaşukdur, Zubirdir, Kadidir, Savodur. Bu dördlüyə top gələndə təhlükəli vəziyyətə çevrilmir. Hansı ki Ferencvaros'la oyunlardakı Kadi var idi. 3 il öncə biz Ferencvaros səfərdə Vacina Kadi tandemi. Həmin Kadidən ümumiyyətlə əsər əlamət yoxdur. Yəni sən niyə həmin vaxtı Kadi bu qədər qazanmırdı məncə? Kadi kontraktın oynayıb çıxıb getmək istəyir. Yəni mən baxıram ki, futbolçuda istək yoxdur. Yəni Yankoviç Qarabağdan getmək istəyirdi, amma saxladılar. Amma peşəkarlığın axıra kimi göstərir. Penalti zərbəsini vurandan sonra da ayağı dartılar, bezmişdi, yorulmuşdu. Bu adam doğrudan çox mübarizə apardı. Yəni professional budur. Yəni futbol sevgisindən başqa kluba getmək istəməsi başa düşüləndir. Yəni burada heç kim ona nəsə deyə bilməz, amma klubda qalır, klub onu saxlayır və son qanına tərinin damlasına qədər bu futbolçu mübarizə aparır da. Qarabağda düzdür, Safiya oyuncuları dünən Qarabağ futbolçularını sanki döyməyə çıxmışdı. Hakim neçənci epizod ondan sonra hakim çıxarır Sərvər. Argentina İngiltərə oyunu. Yəni birbaşa döyürlər. Yəni Safiya başa düşdü ki, baş məşqçisi Qarabağı oyunla keçə bilməz. Rahat oyunla Qarabağı keçə bilməz. Və onlar da başa düşür ki, Qarabağın səviyyəsi onlardan doğrudan yüksəkdir. Və bunu başa düşür. Necə ki, illər öncə Qarabağ Rosenborgla oynayanda Rosenborgun səviyyəsi Qarabağdan daha yüksək idi. Qarabağ bir qədər sərtliklə oynamağa çalışır. CSKA Safiyada elə. Onlar da sərtliklə oynadılar. Yəni hakim əslində məncə elə davam eləsə qırmızı vərəqə olmalı idi məncə oyunda. Çünki vaxtında əvvəldə sarıları vermədi, biraz uzatdı. Əvvəldə sarıları vermədi, uzatdı və Qarabağ amma əlavə olunmuş vaxtda yəni o qədər imkanımız oldu. Sefasın imkanı oldu və gəldi. Penaltilər seriyasında mənim yadıma gələn, bəlkə unutmuşamsa, Gentə məğlub olmuşuq. Ondan əvvəl səhv etmirəmsə Ods idi Çempionlar Liqasının 3-cü təsnifatında. Kim? Ods. Hə. Biz Ods'un oynamışıq. Oynamışıq, səhv etmirəmsə oynadı. Orada da penaltilərdə. Bir dənə baxarsan, Norveç komandası idi. Çempionlar Liqasının 3-cü təsnifatında. Orada da məğlub olduq. Bu da artıq 3-cü penalti. Molde olar bəlkə. Yox, Molde deyildi. Mənim fikrimcə Ods idi. Ods çünki mənim o komanda yəni ümumiyyətlə tanıyıram o komandanı, amma o komanda ümumiyyətlə Avrokuboklarda oynayırsa bizə Çempionlar Liqasında oynamışdı Rafael Baxar. Ola bilər, bilmirəm. Bəlkə də Molde olub, mən səhv salıram. Yəni 3-cü penaltilərə getməsi idi Qarabağın. Yəni dünən şəxsən qapıçı Koxovskidən yorulmuşdu sanki. Yəni bir dəfə harda alındı o əli. Qapıya zərbə endirdilər, düz üstünə vurdular. Ondan sonra sanki Koxovski elə bildi ki, bir dəfə də kimsə üstümə vuracaq, onu tutumda mən. Heç bir topa reaksiya verir, top gəlir, sürüşür yanından. Yəni qapıçının penaltilərdə ən böyük üstünlüyü odur ki, topa zərbə endirilmədən tullan. Sən bir tərəfə tullanıb, top o bir tərəfə girəndə, tamam oyuncu səni aldadır, amma yəni nəsə eləməyə cəhd edirsən də. Ya da göz kontaktı. Molde ilə oldu. Molde ilə oldu. Hə, 20-21-də.
Penaltilərə getmişik. Hə, Molden. Hə, oldu, 6-5 qalib gəldi. Hə, Molden oldu 30-la mən səhv Bir saldım. məsələ Kadinin bax çoxdur deyil. Qarabağ uduzurdu. Məndə Penaltilər yadında qalmış. penalti Molde 30 ola bilər başqa yerdən yadında qalır. Hə, ola bilər. Kadi haqqında mən deyim ki, məndə belə deyə olan informasiyaya görə Kadini son zamanlar Qurbanov çox danlayır. Həddindən çox danlayır. Demək olar hər belə deyə oyun hər belə yığıncaqda, iclasda. Çünki Oynamır da qardaş. Yox, söhbət oynamaqdan da əlavə Rafael eşitdiyimə görə çox belə biraz ona bu ifadəni işlədə bilərik də, yəqin ki, biraz yekəxanalıq gəlib ona. Zamanında o deyir, Ziya deyir, həm yaş məsələsidir 3 il keçib. Həm o pulları bəlkə də qazanmırdı. O gəldi, gördü, qazandı, getdi Macaristana, yenidən qayıtdı. Hə, bunun üzərində menecerlər özü qazandı. Hə, bax o yaxşı pullar qazandı, satıldı və yenidən qayıdır. Həm fiziki görkəmindən də görsən ki, bu o deyil. Oyun köklənməsindən də görsən ki, o deyil. Klasik qala bilər 1-2 epizodda ötürməsində falan. Amma mən eşitdiyimə görə, yəni klub daxilində də o Qurbanov onun nizam-nizamından razı deyil. Çox güman ki, belə davam eləsə, o da onun da aqibəti digər göndərilən və yaxud ikinci heyətə göndərilən və yaxud komandadan göndərilən futbolçular kimi olacaq, cəzalandırılacaq. Çünki belə Qurbanov çox keçməz. Çox da ki kontraktı var, çox da ki pul verir. Mən həmişə deyirdim, sözü kəsirəm. Qarabağda abu-hava yaxşı deyil. Yazırdılar, nə yaxşı deyil? Vəziyyət bomba. Montiel qayıtdı heyətə. Siz deyirdiniz heyətdən kənarlaşdırılacaq, heyətdə oynayır. Və abu-hava deyəndə bunu nəzərdə tutur. Hə, yəni klub daxilində oyunçuların əvvəlki kimi deyil, onu nəzərdə tuturlar ki, yəni belə şeyləri Qurbanov bağışlamır, amma indi nədənsə Rusla Raskol deyirlər. Bizim də çatlar var Qarabağda. Bu arada çox böyük çatlar da var. Ayak stadionunda oynamışdılar. Qarabağ Molde oyunu. Müharibə ərəfəsi idi 2020-ci il 16 sentyabr. Həmin vaxtlar müharibədən 10 gün əvvəl. Hə, həmin vaxtlar Ayak stadionunda oynanmışdı. Orada məğlub olmuşduq. Hətta Şahrüddin penalti zərbəsini əlavə vaxtda dəf etmişdi. Penaltilərdə məğlub olmuş. Şahrüddin bəlkə olsaydı dünən penalti seriyasında. Doğrudan Əli, necə baxırsan? Bəlkə Kohalskinin yerinə həmin vaxt amma dəyişikliklər bitmişdi. Yox, yəni məsələn ki, indi şans olsaydı, məsəl üçün bəlkə şans Musa idi də, sağ oldu. Bəlkə Şahrüddin nəsə oradan bir epizod şey. Çünki Şahrüddin daha belə də o tərəfə daha çevik. Hə, sona doğru əgər penalti seriyası düşünülürsə. Amma ümumi olaraq qısa da mən deyim ki, mən Qarabağ dünənki oyunda mərkəz məsələsini qabartdın. Yankoviçin oyunu heç bir mənalı. Qarabağ dünən rəqibinə də bir dənə sona doğru o çəkdik axırda. Sensin zərbəsi oldu. Hə, biraz üstdən keçdi. Pastor atdı, Sensi vurdu. Sarjantdan gəldilər. Bəli, pastorun atdı. Biraz mərkəzə meyilli. Bax o epizod xaric CSKA Sofyanın elə güclü bir epizodu olmadı oyun ərzində. Varkoni qeyd eləmək lazımdır. Varkoni çox stabildir. Möhtəşəm oyun. Və ona onsuz da ilk oyunlardan onun duruşu, qaməti, futbolçu kimi. Adama sakitçilik verir Qarabağ. Özü də elə o tipdə idi. O Mezina kimi irəli getsin, xətləri əlaqələndirsin, yox. Bunun sırf mövqeyi elə müasir futbolda lazımdır. Deyirlər, yəni özü topla çıxa bilən müdafiəçilər bəzən belə oyunçular da lazımdır. Ayağı yaxşıdır əslində. Pis deyil, yəni gedə biləcək, hə, amma yenə də onun arkada Van Dijk misalını çəkə bilərik yəqin ki. Hə. Eyni profildə. Hə, Van Dijk çox topla getmiş ki. Amma ayağı da yaxşıdır. Amma ayağı var ki, son bir il ərzində bizim həm çempionumuz bu il sabah oldu da. Bolqarıstan Levski ilə oynadı. 2 oyuna top vura bilmədi. Qarabağda CSKA oynadı. 2 oyuna top vura bilmədi. Bolqarıstan komandaları belə baxırıq ki, lider olaraq bəlkə də nəsə maraqlı bir şeydir. Yəni amma Ludogorets də biz vaxtında Qarabağda amma maraqlıdır ki. Yox, o da əlavə vaxt oldu. O da əlavə vaxt oldu da. 3-2 oldu. Yox, 2-1 burada uduzdu, 3-2 orada utdu, getdi uzatmaya Qarabağ 7-2 utdu. Hə də, hə. Orada da o hesabda həmişə deyirəm də zərurətdən. Həm də zərurətdən yaranmış. Artıq açılır vurursan. Tərs gəlirdi. Yəni o qədər qatı müdafiəni yaxşı bacarır ki, Bolqarlar. Yəni ötən biz podkastımızda mən nə dedim ki, hələ bunlar o qədər sərt müdafiə oynayırlar ki, yəni hazırki Qarabağın 2 il öncə olan heyəti olsaydı, o müdafiə xəttini yarardılar. Yəni CSKA onlar üçün bir etalon olmazdı, amma indiki Qarabağ hücum xəttində bu qədər dişsiz olan Western'i mən ümumiyyətlə rəqiblər siyahısından çıxıram. Yoxlama oyunu. Western'dən sanki yoxlama oyunu. Onunla nəyisə müqayisə düz olmaz. Yəni yaxşı, biz ötən verilişdə də dedim ki, mən CSKA-nı keçsəydik belə hazırda formda olan Şerifə 6 top vuran Makkabini Qarabağ indiki vəziyyətindən keçə bilməyəcəkdi. Böyük ehtimalla keçə bilməyəcəkdi. Yox, hazır deyil də, yəni açıq demək lazımdır. Hücumçu da getdi, Savo da getdi. İndi Dinamo Kiyev gəlir.
Orada bir məsələ var. Kiyev əvvəlki əzəmətindən çox uzaqdır. Yox, indi PAOK uduzur da, sən onun rəqibin görmədə PAOK vəhşidirlər. Yəni, Amma Qarabağ da şeyə uduzmuyor da, yəni hansısa bir X Mən komanda sənə uduzmuyor. Xəzər TV nefində 50-50-yə şanslar gördüm. Elədir. Düz 50-50-yə. Yox, 50, yox, Yəni 50, yox. Kiyev üstünü deyirsən? 100%. Məncə 50-50. Yox, 50. İnan ki 70-in 30-adır. Bax mən sənə izahında Bir həftə verirəm. vaxt var. Bir həftə çox şey dəyişməyəcək. Gəl mən sənə izahını verim. Yox. Yox, gəl mən sənə izahını verim. Yox, nəyin detallı olaraq izahını verəcəm. Ver. PAOK-la PAOK-un Dinamo Kiyevi əzməyi bizim üçün bir meyar deyil. Çünki PAOK həqiqətən güclüdür. AEK-dir, PAOK-dur, Panathinaikosdur, Olympiakosdur. Yunan futbolu Ukrayna futbolundan da yüksəkdir, Türkiyə futbolundan da yüksəkdir. Heyətə bax Rafa. Heyətdən də əlavə klubları yəni Avropada daha uğurludur. Yəni Olympiakos konfransı qazanıb da, yəni. Yəni bu PAOK-dur, AEK-dir, Panathinaikos onlarda pul var, özü möhtəşəm PAOK oyuna görə demirdim. Yox, nə görə deyirəm? Yəni PAOK-un Dinamo Kiyevi udmağı bizdə insanlar, ay şey Dinamo Kiyev PAOK uduzdu, əvvəlki deyil demək biraz düzgün çıxmır. Çünki o kimlə oynadığına baxmaq lazım. Yox, heç mən PAOK oyuna görə Bir demirəm. dənə məsələn Mən onu ümumi deyim. deyirəm. Tək bir hücumçusunu deyim ki, Matvey Panomarenkon'u Galatasaray almaq istəyir və Galatasaraydan 30 milyon tələb eləyir hal-hazırda Dinamo Kiyev. Galatasaray deyir ki, gəl 25 milyona bitirək. Hal-hazırda market dəyəri 12 milyon avrodur futbolçunun. Yaşı da var 20 yaşı. Ötən mövsümdə eləyib, keçirdiyi 15 oyun, 13 gol. 17 oyun, 17 oyunda 15 gol vurub. Yəni 20 yaşlı futbolçu. Tək bir futbolçusuna hal-hazırda transfer dəyəri 12 milyondur, amma 30 milyon pul istəyir Dinamo Kiyev. Bildim, başa düşdüm. Yəni heyətində olan oyunçunun dəyərinə görə. Həm digər oyunçular ola bilər, yəni zəif olsun, amma PAOK əlbəttə ki güclüdür, amma Ukrayna futbolunun məktəbi var orada. Yəni müharibə vəziyyətindədirlər. Birinci oyunu Qarabağın üçün yaxşıdır ki, səfərdə oynayır. Dinamo Kiyev öz meydanında oynamayacaq. Bu amil də var. Qarabağ birinci oyundan sərfəli nəticə ilə, heç-heçlə geri dönsə, mənim fikrimcə, Ondan nəsə deyirəm. Bakıda böyük ehtimalla stadion dolacaq və mənim fikrimcə Qarabağ ilk dəfə Dinamo Kiyevlə oynayır. Mən də yadımda deyil. Mən yadımda gəlmir. Yəni Vol şeylə oynamışdı, Vol'la oynamışlar da səhv etmirəm. Hə, elə bir olmuş. 1-0 2018 Araz Abdullayev yoldaşlıq oyunu. Yox, yoldaşlıq oyunu. Ukrayna klubu yoldaşlıq oyunu bilmirəm. Kiyev, hə, Viktor Çigankov vurub, Kiyev Qarabağı məğlub edib. 4-ü 7-ci ay 2018-ci il. Yəni rəsmi oyunlarda olmuyor. Biz oradan sərfəli nəticə ilə qayıtsaq, mənim fikrimcə Qarabağ burada nəsə eləyə bilər. Yaxşı, indi gəlin şeyə qayıdalım. Bu oyunda son nöqtəni qoyum, keçək bu Dinamo Kiyev məsələsinə, ondan sonra keçək sabaha. Oyunda Qarabağın uda bilməməyin ən böyük səbəbi qeyd etdiyimiz kimi hamıda razılaşdı. Qarabağın irəli ucunun dişsiz olmağıdır. Elə bir şey Qarabağ belə Lora dilində deyək də, bir dənə cavan kaçok adamdır, amma dişləri protezdandır. Qarabağ o vəziyyətdə idi. Yəni dişləyə bilmirdi, ət verirdin, yeyə bilmirdi. Gücü çatmırdı əti yeməyə. Yəni şans əlinə düşürdü. Yaydı. Yox, yəni baxsan Sefasın əlinə məsələn 100% qol epizod düşdü, vura bilmədi, pas sata bilmədi. Sefas bir epizodda çəkdi sağına vurdu, bərbad bir zərbə endirdi. Bu Cəbrayil ilə Montiel'in eyni epizodda 2 zərbəsi. Yəni baxırsan ki, epizod baxımından yəni biri qol olsaydı heç başqa bir şey danışacaqdıq, amma yenə də Qarabağın əksiliklərindən danışmaq lazımdır. Və yadına gəlirsə də biz bundan 2 həftə əvvəl də məsələn Westrini keçəndə də mən dedim ki, Qarabağa bundan sonra ən azı 5 dənə oyunçu lazımdır. Və bu müdafiənin mərkəzinə mütləq şəkildə bir oyunçu lazımdır. Varkoni zədələnsə nə edəcək? Yox, sual lazımdır. Dayaq yarım müdafiəsinə bir dənə oyunçu lazımdır. Yankovic üçün axırda səbzə iynə batırırlar əzəllərlə ki, qıc olması açılsın. Adam axsaya-axsaya qalmışdı. O iki hücuma da sol wingerə mütləq oyunçu lazımdır. Hücuma oyunçu lazımdır. Bu elədir 4. Bir dənə də 10 nömrə lazımdır. Əgər Kadi bu vəziyyətin belə deyək də beynini toparlayıb özün futbola fokuslanmasın. Çünki Montiel vardı ya, Montiel okeydir. Montiel'e də güvənmək olmur. Çünki bu adam həftə 8-9 zədələnir. Baxın, hücumçu da həmçinin. İndi yadınıza gəlir də mən 2 həftə bunu əvvəl dedim ki, Savo zədələnsə Qarabağ nə edəcək? Savo zədələndi. Bax yaxşı, Qarabağ azərkeşləri bizə yazır ki, sən nə danışırsan? Qarabağın heyəti möhtəşəmdir. Heç bir möhtəşəm heyət yoxdur. Qarabağın keçən mövsüm başlayanda hansı problemləri var isə eyni problemlərdir. Dəyişən bir şey yoxdur. Əsaslandırıram. Niyə görə? Keçən mövsümdən gedən oyunçuların yerinə eyni sayda oyunçu gəlib. Artım olub? Yox.
Riyazi baxımdan 8-12 gedib 8-12 gəlib, düzdür? Problemlər həll olunmur ki. Keçən mövsümdə müdafiə mərkəzində problem var idi. Bəhlul zədələndi, Qarabağ Bəhlulsuz qaldı bədbəxt gündə. Eyni problem yaşadılar. Sol wingerdə, sol cinah müdafiəsində problem var idi. Onu Lanqanı gətirdilər. Elvinpur bu tərəfdən problemsizdir. Yenə bir tərəfdən problem oldu. Dayaq yarım müdafiəsində keçən ildən problem var bu komanda. Hələ də həll edə bilmirlər. Kuakonu aldılar, Kuaku oynamadı. Labatonu gətirdilər. Labato da yoxdur. 2 oyunda da heç birində olmadı. Hücumçu bir dənə hücumçu yox idi. Bütün Qarabağ azərkeşləri keçən mövsüm Allaha yalvarmaqdan bezmişlər ki, Qarabağdan hücumçu gətirsin. Tahir Gözəl də tarixin ən böyük büdcəsini vermişdi. 160 milyon çatdı. Qnaliqə buradan da. Bu haydi o da deyərsən. Hücumçu gətirsin, hücumçu gətirmədilər. Bir dənə Savol gətirdilər, əvəzində Duranı satıblar. Yəni siz heyəti gücləndirməmisiniz. Sadəcə gedən oyunçuların yerini doldurmuşsunuz. Yəni bu heyətlə də sən çıxıb Dinamo Kiyevin qarşısında inan ki, heç nə edə bilməzsən. Amma bir məsələ də var. Hücumçunun adını çəkə bilərsən. Rumıniya təmsilçisi Universiya Clujla oynadı. 2 oyun oynadılar. Elə Qarabağ necə ki CSKA-la penaltılara getdi. Çətin oyuncu gol da vura bilmədilər. 180 dəqiqə bu komandalar oynadılar. Clujla Dinamo Kiyev. 2 oyunda 0-0 bitdi. Penaltilər seyləsən Dinamo Kiyev keçdi. Yəni hal-hazırda Cluj düzdür, zəif komanda deyil, Universiya Cluj. Roman futbolu gücü zəif deyil axı. Tamam da yəni Qarabağın bu qədər təcrübəsi var. Qarabağ da Dinamo Kiyev səttin keçə bilər. Elə hücumsuz Savonun zədələnməsindən sonra da Qarabağ Neftçinin Partizanın köhnə hücumçusunu gətirmək istəyir. Mateus Saldanya ilə hal-hazırda danışıqlar gedir. Ərvəsl klubu ilə demək olar ki, Saldanya müqaviləsini xitam vermək istəyir. Əgər maaş məsələsində razılıq əldə olunsa, böyük ehtimalla Saldanyanı biz Qarabağın heyətində görə bilərik və bu ehtimal daha çoxdur. Mənim fikrimcə artıq verin də, yəni pulu verin, gətirin. İndi bir məsələ var. Pul qalır, hamısı xərcləyir. İndi bir məsələ var. Qarabağ şərtmi yəni bu ildən nəsə eləsin Avropada? Şərt onda deyil, Əli, şərt bilsə nədir? Bax, sən getmədin konfransa. Hə, yəni deyək ki, Qarabağ getmədi. Kiyevə də uduzdun və uduzmaq ehtimalı da daha çoxdur Qarabağın. Hal-hazırdakı Qarabağın. Ola bilər ki, Yankoviç zədələndi. Hələ biz bilmirik ya Yankoviçdə nə vəziyyətdir, qardaş. Yankoviçin nə vəziyyətdə olduğunu 6 gün, 7 gün sonra oyundur. Savonun nə vəziyyətdə olduğunu biz bilmirik. Yəni İraq hansısa məşqdə Varkoni zədələnsə nə edəcək bu komanda? Ondan sonra Qarabağ azərkeşlər başını divara vurur. Orada limit var, orada zəifliyə salmaq üçün limit var. Nə qədər onu sala bilər? Var. Qnalinin qardaş pulun ver, nə qədər müqaviləsi göndər. Dani Boltun müqaviləsini verirlər. Müqaviləsini tam ödə, çıxart, yer aç, oyunçu gətir. Və bax tutalım ki bu getmədin. Okay, Qarabağ 12 ildir də arda gedir. O 2000, hə, 2014. 12 ildir ardıca o qruplarda oynayıb. 12 ildir bu komanda gedir. Zənciri burada biri qırılır, bu bir. İkincisi, oradan gələcək maliyyə var. 10 milyon, 15 milyon maliyyə gələcəkdi ki, Qarabağ Çempionlar Liqindən 40 milyon dollara yaxın pul qazandı. Komandada pulu yoxdur qardaş. Prezident çıxır deyir ki, yanvar ayında bizim pul xərcləmişik. Transfer eləmir. 10 milyon transferindən pul qazanıb dollar. Qardaş, xərcləmir pulu. Komedixanada səhnə olur. Deyir ki, orada Ənvər Abbasov qayıdır, deyir ki, bəs Qarabağ görsən, 8 dənə transfer edilir, sonra başını sönə verir. Ola bilsin ki, yağın qiyməti qalxdı. Hə, bazarsızlarda qiymətlər qalxacaq. Yəni, klub bilsən necədir? Deyəsən ki, pul qazanır və o pulu həqiqətən klubun daha çox inkişaf eləməyinə xərcləyir. Xərcləmir axı. Yəni Qarabağ rəhbərliyi qazandığı pulun klubun inkişafı üçün xərcləmir. Mən belə başa düşürəm ki, Azərsun Qarabağa nə qədər yatırım eləyibsə indiyə kimi, Qarabağ pul qazandıqca, yəni büdcədə profit yarandıqca o pulu geri çəkir. Deyir ki, o vaxtı məsələn 2008-də biz 20 milyon bu layihəyə yatırmışıq. Daha Çempionlar ilə 40 milyon daha 20-sini buradan götürək. 2009-da 10 milyon yatırmışıq. Öz maliyyə. Maliyyə məsələsindən əlavə Konferans liqasına düşsə belə Qarabağ, Konferans liqası bilir ki, Avropa liqası, Çempionlar liqası 8 oyundur. Bəli. Konferans liqası 6 oyundur. Və Konferans liqasına düşsə, Qarabağ relsə düşsə, böyük ehtimalla ilk 8-likdə bitirəcək. Ha. Düzdür. Məsələn, ilk 8. Bu il orada da ilk 15-likdə olsun. Baxırıq ki, Konferans liqasında Dinamo Kiyev böyük ehtimalla Dinamo Kiyevi keçsə. Yox, Qarabağ tək əgər çıxsa, tək gözləyən komanda var, o da Xetafedir. Qalanları cütlərdən kimsə gələcək. Xetafe gəlməsin, İraq Xetafe. Yəni baxırıq ki, məsələn, Çempionlar liqasında belə götürəndə rəqiblər demək olar ki,
digər illərdəki güclərinə baxanda elə həmin komandalardan bir güclü olan komandalar. Avropa liqasında hətta zəif komandalar var ki, nəinki bu il konfransda sanki Twente yox, o Twente-də düşdü ora. məğlubları var, hə də? Twente-də məğlub oldu düşdü. Hə, o da orada. Gördüm, o da orada. Düz deyirsən, orada bütün qalibi falan. Məncə Qarabağı nəticəni deyə keçək Sabah'a başqa klublar. Ya heç nə, hə, 70-in 30-a Dinamo Kiyev. Yəni mən bu Qarabağın 50-50. Məncə Qarabağ keçəcək bunu. Amma yenə deyirəm, Yəni 8-ə Qarabağ. Qurban Qurbanov öz inadkarlığını davam edib Zubirlə, Kadiylə, Kaşıqla oynasa, Qarabağ azəklikdə heç oyuna baxmayın, söndürün də yəni. Bir də Əliyoz Alçın dua edin ki, Allaha mütləq kimi qırmızı kart alsın da Beşiktaş elə keçsin. Səncə müəddib də yaxşı oynayır Zubirdən indi? Müəddib Zubirdən də yaxşı oynayır, Sefas Kaşıqdan da yaxşı oynayır. Montiel, Kadiylə. O oyunçular girəndən sonra Qarabağ təhlükəli epizodu yaratdı. mənim müəddib xoşuma gəlir. Əvvəlki gündən, ilk gündən xoşuma gəlir. Sən deyirəm Zubirdən. Qurban Qurbanov, bilmirəm, Zubirdən nə yəni. Kadini mən bəyənmişdim. Keşlə ilə 8-0 Qarabağ udmuşdu. İlk gələn vaxt yoldaşlıq oyunu Azərbaycanda. O Kadi möhtəşəm idi. Onu orada bəyənmişdim. Müəddibi də bu yolda yoxlama oyunlarında. Çox bəzən bəyənmədilər, bəzən həmkarlarım ki, yox bu nədir. Amma onun topla davranışı mənim xoşuma gəlir. Müəddib xoşuma gəlir. Zubirdən eyni profildə. Sefas da lazımdır, Barkoni də lazımdır. 100%. İndi Montiel də oynamalıdır. Montiel də oynamalıdır. Hə, sabah əsas məsələ Çempionlar Liqasında komandanın Hələ ki üzünüzü güldürən yenə komanda. 4-4, əla Yəni ən nəticələr. azından bir komandanın təmsil olunacaq da Avrokuboklarda. O rəsmi. O da zəncirimiz rəsmidir. qırılmır. Hə, bu rəsmidə o da zəncirimiz qırılmır. Bəli, Təşəkkürlər Sabaha ki. Yəni bilsən Azərbaycan tarixində 4-cü klubdur orada qeyd edirəm. Sabahın oyununu qısaca eləyəndə bu mövsümün sonundakı Sabahla indiki Sabahın arasında oyun indi davam eləmir. O yəni möhtəşəm. Bitiricilikdə problem var. Bitiricidə problem var. Yəni və yaxud da Rəngarəng oyunda da çox da belə qaçmadılar rəqiblərdən. Hə, o da var. Amma məşqçi zəkası öz işini gördü. Və oyun dediyimdə, yəni baxımlı oyun olmasa belə dağınıq oyunda yox idi. Və Sabah dominantlığını davam edirdi. İstənilən an tapı rəqibə, istənilən an özündə dominant oyun dəqiqələrlə bölmək bu var idi. İndi hədə rəqiblərə hələ ki rəqiblər o deyil. İndi Orhus bizim üçün əsas bəlkə də oyunçuların konsentrasiyası da onu da mən səsləndirmişəm efirdə. Yəni rəqiblər elədi ki, deyirlər, onsuz da yox, rəqiblərdən əlavə Rafael mövsümün bu hissəsi həmişə komandalar üçün köklənmədə, istirahətdən sonra və istirahətdən əlavə onlar 2 həftəlik təlim məşq toplanışı ən yüklənmə dövrləri olur onların. Bax, o yüklənmədən sonra məşqçilər adətən öz oyunçularından çox 60-70% şey. Yəni intensiv oyun gözləmirlər və ona uyğun oyunlarını qururlar. Ola bilər ki, Dambra Aşqazda məhz bu tipi seçmişlər. Kupsu və ona valih olmaq olar. Hə, başa düşdüm. Hə. Yəni belə götürəndə Kups Finlandiya çempionudur. Biz onların çempionluğunu rahat keçirik. Amma Başakşəhərin heyəti Sabahdan 3-4 dəfə daha çox pul xərcləyən klub 4.5 milyon heyət dəyəri olan Inter Turkiya məğlub oldular. Özü 2 oyunda. Kups Sabah oyunun birinci hissəsini mənim fikrimcə çox pis keçirdi. Mikkelsin bir epizodu oldu ki, müdafiənin səhvindən. Mikkels topa gələndə bildim vura bilməyəcək. Həqiqətən çox bərbad bitiriciliyi var. Yəni rahat üstünə vurmağı fikirləşirdi də. Yəni hücumçu olaraq ya nə bilim sağa çəkib yerlə zərbə, birbaşa dirək dibinə vurur. Üstünə birbaşa vurur. Kups birinci hissədə Sabahın qapısına yəni bir və ya 2 top vura bilərdi. Hansı ki bir gol vurulsaydı oyunun aurası dəyişəcəkdi. Tam dəyişəcəkdi. Yəni meydanı çox sulamış, süni örtü idi. Bərbad idi, top getmirdi. Bilirəm, o imkan vermirdi Sabah. Xalça idi, xalça. Meydanı sıvıyıblar və top çox ağırdı. Və Sabah futbolçuları doğrudan nə etmək istədiklərini bilmirdilər. Bəlkə də oyunçular öyrəşənməmişdi. Öyrəşə bilməmişdilər. Çətin idi əlbəttə ki. Çətin də o Sabah stilində oynayır. Bir an oldu, ancaq Sabahdan top geri qayıtdı, Kups hücum elədi. Yəni bir epizod oldu, düz dirəyin yanından baş zərbəsi. Marino baş zərbəsində. Yəni Kups bilmirik də biz top vursaydı nə edəcəkdik? Olacaqdı CSKA Safiya. Oturacaqdı müdafiəyə, aparacaqdı penaltilərə. Amma artıq bilinirdi ki, birinci hissə bitdi. Yəni sən vurmursansa sənə vuracaqlar. Sabah əlbəttə Kupsun səviyyəsindən güclü kollektivdir və Sabahda da Maludanın gedişi Sabahın gücünün ümumi gücünün 20%-ni aldı. Yəni bunu istənilən halda hücum fazlasında əsas. Yəni fərz eləyək ki, Orxusa qarşı Maluda məsələn ikinci hissədə oyuna daxil olur. Diri Maluda istənilən cinah müdafiəçisinin başına bəla aça bilərdi. Maludanı 3 milyona satdılar. Bilmirəm indi satışdan növbəti satışdan pay olma opsiyasına satıblar. Maludanı biraz da baha satmaq olardı. O növbəti satış bəndi çox yaxşıdır. Yəni Maluda desəydi ki, Qarabağ desəydi ki 3 milyon verirəm gəl. Yəni Maludanı məncə Qarabağ göydə alardı da.
3 milyon da olsa. Niyə Sabah satmazdı Əzəli rəqibinə? Hə, o da var. Satmaz o Əzəli deyəndə indi də, yəni indiki o də, məsələ son vardı. illərdəki Yəni rəqibinə. doğrudan da Moldan çox oyun profilim, oyununu da bəyənirdim, amma indi biz ötən verilişdə deyirdik ki, Lexi nətər keçəcək. Lexi nətər Orkus keçəcək. gəldi. Orkus nədir? Yəni gözlənilmirdi Orkusun gəlib. Yəni belə birinci oyundan sonra 3 topluluq fərq az məsələ deyil Çempionlar Liqasında. Gəldilər, Özdə keçdilər. öz evində. Halbuki biz ilk cütdən əvvəl Orkusu Hə, favorit hə. görürdük. Ki, Danimarka komandasıdır. Biraz onların oyun stili, sərtliyi, hər şey onların tərəfində idi. Amma Lex necəsə oldu birinci oyunda qırmızı Qırmızıdan var idi. sonra. Amma ikinci oyunda biraz fikrimiz dəyişmişdi. Yəni o düzdür oyunu açıq baxmamışdıq ona görə. İndi Sabahla oynayacaq deyə baxacağıq təkrar oyundan. O ekstra time-a baxdın. Hesabda 1-3 olandan sonra 1-4 olması falan Orkus yaxşı oynayırdı. Yəni komanda çox diri oynayırdı. Sabah psixoloji artıq öz işini görüb, rahatdır. Orkusla oyuna bir dənə üstün cəhətimiz olacaq ki, komanda konferans liqasının liqa mərhələsində yerini təmin eləyib deyə o yüklənmə, təzyiq yoxdur deyə üzərlərində. Əslində təzyiq İlk oyunda yoxdur. səfərdə. Məncə daha rahat İlk olacaq. oyunda səfərdə olması. Yəni Qarabağda səfər, o da səfər. O da hər iki komanda səfərdə, ilk oyunda səfərdə olması. Səfərdən yenə də yaxşı nəticələ qayıtmaq məsələsi var. Yəni yaxşı nəticə qələbə ümumiyyətlə yaxşı nəticə olur. Burada özündən başqasına inanmaq olar. Bir topla məğlub olsa belə yaxşıdır. Məğlubiyyətə köklənməyə də, yəni Yox, yaxşı qələbə ümumiyyətlə yaxşı nəticədir. Heç-heçə də yaxşı nəticədir, amma minimal fərqlə məğlub olsa belə hal-hazırda bilirik ki, top fərqi rol oynamır da. Sən öz meydanında düzgün taktika qurub Orkusu məğlub eləyə bilərsən, amma Orkus nə TNS deyil, nə Kups deyil. Yəni Kupsdan TNS-in ümumi heyət dəyəri 6-7 milyon eləmirdi, bəlkə də 10 milyon eləmir. 10 milyon eləyirdi. Maksimal yəni ki, eləyən budur, amma Orkus Danimarka çempionu olub. Yəni bu adam komanda Kopenhageni qabaqlayıb, Midtjyllandı qabaqlayıb. Yəni Aalborgu qabaqlayıb. İndi əslində biz də nəticələr yaxşıdır deyə danışmırıq, amma sabahda da o bitiricilik məsələsinin üzərində çox yəqin ki, Dambraskas baş sındıracaq ki, qaçırılan fürsətlər hesabda fərqi yoxdur. Hansı top fərqinə irəlidə olursan, neçə dənə artıq 4 oyunda bir neçə epizod saya bilərik ki. Bir neçə yox, ən azı 10 da epizod saymaq olar. Yığsan belə 10 dənə gol, yəni vurulmayan gol var sabahda. Bu çox ciddi siqnaldır. Orkusdan maçlarda bu epizodlar 10 dənə olmayacaq. Ümumiyyətlə 2 oyunda 10 epizod hələ yaratmaq asan olmayacaq. Olsun bir 4 dənə maksimum. Hər oyuna 2-3 real gol fürsəti olacaqsa, olacaq. Ondan da yəni maksimum yaralanmaq lazımdır. Bunun üzərində baş sındırılmalıdır. Heyət və belə deyək, həmin mövqelər üzrə əvəzedici futbolçular sabahda almır sabah oyunçular. Bu il biraz Qarabağdan yəni çox da fəal olmadı. Qarabağdan geri qaldı. Niyə Qarabağ deyirəm ki, növbəti mövsüm yenə də ikisi mübarizə aparacaq. Neftçi görünən qədərilə bu heyətlə müəyyən qədər başarılı ola biləcək, amma yenə də Neftçiyə keçid eləyirsə eləyək. Sabahdan bir şey deyəcəm. Deyə varınsa dinən, ondan sonra keçid eləyək artıq Neftçiyə, sonra da Zirə ilə yekunlaşdıraq. Sabahdan nə edim? Sabah düzdür, biz deyirik müdafiənin mərkəzi problemi var. Rəhman bilir ki, əsas sol winger, sol cinah müdafiəçisi oynayırdı da, yəni liqa oyunlarında. Puxacın həmişə əvəzləyicisi olub. Mərkəzdə Rəhman o tandemi yaxşı tamamlamır sol vetlə və həqiqətən çox səhvlər buraxırlar. Sabahda bir dənə problem də Parisin cinahıdır. Paris hətta artıq topu çox saxlayır və lazımsız hərəkətlərə çox yol verir və zərbələrdə heç yaxşı deyil. Zərbəsi var qapı, amma yəni heç bir təhlükəli yəni vurmasa daha yaxşıdır. Vurmasa daha yaxşıdır. Ona görə məsələn Parisi məncə növbəti oyunda əvəzləməlidir və əsas heyətdə çıxmalıdır Mbina, sol cinahda Mikel, sağda Simic, hücumun arxasında olmalıdır Aleksey Isayev və arxada həmişə kimi öz qaydasında. Müdafiə mərkəzinə mütləq nəsə əl gəzdirmək lazımdır. Rəhman solda oynasa daha yaxşıdır. Çünki solda reydlər də yaxşıdır, asmalar da yaxşıdır. Qarabağın oyunda da asist eləmişdi. İlk oyunlarda da yaxşı paslar vermişdi. Yəni bu sabahda ən çox qeyd etmək istədiyim budur. Qaldı ki, Orkus məsələsinə sabah Orkusu keçəcək. Yəni Dambraskas oyunu aparacaq. Baxarsınız. Sən deyəcəksən mən deyirəm sizə Kəmmərcəli sabah Çempionlar Liqasını qazanmayacaq. Çıxmağın da artıq başım buraxmısan da. Məcbur qalır bu qədər. Amma məbləğ qazanır da. Baxar o da kaksiya insanlar oynayır. Sabah Orkusu keçəcək. Növbəti həftə təbii ki oynayacaq sonra. Sən proqnozunu deyirəm, mən də deyim.
Orxusa deyəcəkdi o. Yo, Sabah mənə görə 60-ın 40-a ümumi cütdə üstündür. Sabah cütdə üstündür. Hə. Real danışaq da biraz. Məncə cütdə üstündür Sabah. Heç şanslar 65-in 35-ə. Mən 60-40-a görürəm mənəcə. Düzdür, biz Danimarka çempionunu məğlub eləmişik. Qarabağ Kopenhageni keçmişdi 2 oyunun nəticəsinə görə, amma gəlin güclərə baxaq. Yəni adamlar gedib Lexi səfərdə 4 top vurub penaltilərdə məğlub eləyir. İlk oyunu 4-1 məğlub olduqları. Heç kim demir ki, güclü deyil. Yəni Sabahın kupusla Sabah da zəif deyil. Zəif deyil. Amma Sabahın kupusla birinci hissədə səfərdə oynadığı oyun Orxusun qabağında olsaydı 3 dənə top vurmuşdu. Yəni o da var da Rafael. Görəm, mən əlbəttə istəyərəm Sabah keçsin, amma reallıqla danışaq. Mən Sabahın Mən sənin fikrindən tam razıyam, amma mənim fikrimcə Sabah cütdə 60-ın 40-a xüsusilə Bakıda işi həll eləyəcək. Mən daha doğrusu bəlkə istəyirəm Mən Dambraskasa güvənib qardaş deyirəm ki, yəni keçəcək də. Bəlkə də təmsilçimiz o istəyirdi ki, təmsilçimiz oynasın daha üstdə, yəni konfransda yox, Avropada. Amma bir məsələ də vardı, mən belə deyək. Ya Çempionlar Liqası istəyirəm, ya Konferans Liqası istəyirəm. Niyə? Avroliqa çətin olacaq. Avroliqa çətindir, Avropa Liqası. Konferans Liqasında Sabah üçün gedə biləcəyi yol, bu mən tək məndə deyil, bəzi həmkarlarımızda da bu fikir var. Gedəcəyi yol daha çox ola bilər. Ola bilər. Amma qazanc və prestij baxımından təbii ki, daha üst liqalar daha yaxşı olar Sabahın ilk ilində. Bəlkə də Sabah gözləyir ki, təxmin dəqiqləşsin, transferləri də ona görə eləyək. Konferans olacaq. Çempionlar Liqasında da istəyir nə qədər oyun udursun, amma Çempionlar Liqasına düşsə, bu partlayışdır da, yəni. %100 nəticə. Qatılma elə 15 milyon avro cibində. Pul da maliyyə. Bu komandanın bir neçə illik planını irəli çəkir də, yəni qabağa atır. İndi azarkeş düşünək. O azarkeşə deyirik ki, sən hesabda öz meydanında 10 dəqiqədə 2-0 öndəsən və səfər oyununda da qələbə qazanıb gəlirsən. Dolu da azarkeşdə. Yox, onu deyək və həmin azarkeş inanmaz ki, onun komandası mərhələni keçə bilməyib. 10 dəqiqəni 2-0 qalib başa vurursan, səfər oyununda qalib başa vurub gəlirsən. Yaxşı, bir də şey mən sənə deyim. 4 hissədə futboldur, 2 oyunda 4 hissə, 3 hissənin qalibi sənsən, 1 hissədə oyunu uduzursan və tur keçəmirsən. 3 hissənin qalibi sənsən, lap quiz oldu. Bir hissədə də uduzursan oyunu keçəmirsən. Neftçi. Və bir hissə keçə bitmir, amma 0-0. Yox da indi ümumiyyətlə də elə gətirəndə uduzmayıb da heç bir 3 hissədə uduzmayan komanda 1 hissədə uduzub deyə turu keçəmir. Çox inanmışdım yenə. Sən yox, inanmışdın yəni sənin inanmı doğrultular. Əslində qələbə qazandılar, amma turu keçmədilər. Keçməliydilər. Sənin dediyin gəldi də. Sən dedin minimal hesabla qalib gələcək. Hə, minimal hesabla keçmək ola bilər, keçə bilməyəcək. Çünki komanda onu göstərirdi. Əslində borclu idi mənə elə gəlir. Yəni bu Minsk Bakıda uduzsa belə orada vurmalıdılar, amma nədənsə bax indi rəhbərlə danışırıq Qarabağ Sabahdan. Nədənsə Neftçidən indi yox, mən ancaq ölkə çempionatında fikirdim. Çünki dəyişən heç nə yoxdur Neftçidə faktiki olaraq. Deyirlər də elə çıxır. Eyni Köhnə Köhnə Tas ötən dəfə də dedi ki, bu komanda adına ancaq yaxşı ola bilər ki, ancaq mətbuat, marketinq, azarkeş, qadın futbolu və belə də yanaşması yaxşı ola bilər. Amma digər idman növləri. digər strukturlar. Fenerbahçedə, Azərbaycan Fenerbahçe, türklər idarə edir də ona görə. Digər Azərbaycanlılar idarə edir, bəlkə başqa bir şey olar. Digər strukturlar yaxşıdır, amma futbol baxımından dəyişilmir. Dəyişilmir, sual verilməlidir. Ümumi rəhbərlik, müşahidə şurası bu komandanın qarşısında 90 illiyində nə vaxt düzələcək? 90 illiyində hədəf çempionluqdursa, bunun üçün mübarizə aparacaqlarsa, cəmi 6 tur bəs eləyəcək ki, 6-7 tur. Yox, 8-9-da artıq Sabahla Qarabağla oynayır da. Səhvəmsə 8-ci, 9-cu arda-arda. Olsun 8-9. Hə, 8-9. Bir dövrənin sonuna yaxın bəs eləyəcək ki, diaqnoz qoyasan. 100%. Bu komandada nəsə ümid varmı Vernudubla və yaxud Vernudubun üstünə yüklənməyək? Heyətdə. Heyət, transferlər olunan oyunçular, yanaşma, müxtəlif idman direktoru olsun, menecer olsun, oyunçuları gətirən birbaşa, scout. Siz danışın, mən sordum. Hə, komandası olsun, fərq eləmir. Onları sorğu-sual olmalıdır ki, nədir məsələ və yaxud da ki, Vernudub və onlarla bir yerdə nə tip oyunçular lazımdır? Və yaxud orada məncə Neftçi kimi komandaya oyunçu gətirmək məsələsini Ferguson, Arteta, kimlər var müasir futbolda? Guardiola birbaşa özü də həm menecer, həm də məşqçi, ikisini bir yerdə. Bildiniz nə demək istəyirəm? Yəni oyunçu gətirmə məsələsini şəxsən özü, başqa heç kim müdaxilə edə bilməz. O menecer olmalısan da. Həm menecer, həm futbolda o səlahiyyəti verilməlidir. O müasir futbolda hər yerdə deyil, orada. Menecer olmaq. Rəsmi Arteta Madriddə şeydir, yəni menecer. Sırf özü. Simeone özü. Onun istəkləri Arsenalda Arteta elədilər son mövsümdə və çempion oldu. Ona qədər yox, son mövsümdə. Ona qədər yox idi. Guardiola
yəni gedənə kimi Misalı var. eyni şeydir. Bu Ferguson'da Yəni məsələn həmişə qalıb o vaxtdan yadımızda yəni qalıb. Arsene Wenger idi öz vaxtında. Bax məncə Neftçi də o sistemə keçməlidir. Güclü Vernudub. O nətər keçsin? O bilsən deyir müharibəni də əsgərlər qazanır, tarixi kralların adı gedir. İndi Vernudub çempion eləyər, bu başda oturanlar nətər deyəcək? Biz qazanmışıq. Yəni xalça üstünə çəkmək var axı. Ya orada yəni demək istəyirəm, alınmalıdır məncə bir neçə şəxsdən. Yəni az əvvəl pozisiyalar üzərində menecerlər, idman direktorlar fərqi yoxdur. Sırf verilməlidir məşqçinin öhdəliyinə. Mən belə düşünürəm. Çıxış yolunu bunda görürəm bu Neftçidə. Ya da versinlər transfer işlərini. Bu qalırsa, versinlər ona Vernudub və yaxud gələcək kimsə baş məşqçi və ondan istəsinlər, ondan tələb eləsinlər və özü gətirdiyi bütün oyunçular olsun. İndi hər nə qədər deyilsə də Samir Abbasov o vaxt o zaman fərqi yoxdur. Ancaq məşqçilər gətirir, yox belə şey ola bilməz. Amma bu yəni burada qəbahət bir şey yoxdur. Bu klubların strukturunda bu normaldır ki, yəni məşqçi belə deyək, tam özü yox, ona soruşula bilər, amma tam özü də qərar vermir. Yaxşı, o birlər acından ölsün. Siyahı qoyur da. O işin başqa tərəfidir. O başqa tərəfidir. Sən də mən də orada olsaq yəqin ki nəsə eləyərdik. Yox, eləməz. Ümidlər qaldı. Elə belə deyirəm, mən də eləməzdim. Sadəcə Ümidlər qaldı növbəti ilə. Ümid edək ki, Avropa. mən ona görə Neft tələsməyəcəm Ziya. Yəni Neftçidən 5-6 turdan Siz sonra tələşmirsiniz. Mən danışa bilərəm. Hər şey danışmaq istəyirsən Neftçi. Hə, nə danış? Mən Neftçi həmişə sözüm. Danış. Amma indi Rafael Neftçi azarkeş deyə bilərik. Hə, niyə deyim? Neftçi azarkeş. Uşaqlığımın azarkeşliyi oldum. Yəni onun nəzərə alında, yəni Neftçi 2005 Rafael ilə sabah azarkeş. İnanmıram. usta danışır ki, heç kim tutamır. Haranlar. Hələ bəziləri də dünən yayımdadır ki, Rafael əsl Qarabağdan keçdi. Andolsun o da yazırlar da, yəni. Screen edib ataram. Nəysə, Neftçiyə gəldikdə bəli, mən udacağını gözləyirdim, bu ayrı bir şey. Mən turu keçəcəyini də gözləyirdim və keçməyə də borclu idilər. Bu heyət keçməyə borclu idi. Amma və lakin düz heyətdə bəzi dəyişikliklər var idi. Müdafiənin sol cinahlar mərkəzdə bir-iki dəyişikliklər var idi və bu yetmirdi. Yenə də Neftçinin eyni problemi dayaq. Dayaq yarım müdafiə Neftçidə problemdir. Neftçi müdafiədən topu oyuna keçirdə bilmir, oyun qurmağı bacarmır. Bu qədər sadə. Neftçinin əsas problemi hal-hazırda odur. Ondan əlavə İmad Fəracı mən dediyim eyni şeyi təkrar demək istəmirəm. Yəni əsas mərkəzi Neftçi nəzarətdə saxlaya bilmədiyinə görə oyunların ikisində də istədiyi nəticə əldə edə bilmədi. Bu heç. Müdafiənin mərkəzi və müdafiənin sol sağ cinahında Neftçidə problem olduğunu hər kəs bilir yəqin ki. Heç kimə sir deyil və mən bir həftədir o Neftçi ilk oyunu uzandan sonra oturdum. Gecəylə Zəyə də satmışam ki, 5 saatdan başladım. Hər gün oturdum, araşdırma elədim ki, qardaş, mən Neftçiyə bu sol cinahına, sağ cinahına oyuncu tapmaq lazımdır da. Tapdım. Sol cinahına, müdafiənin mərkəzinə, sağ cinahına və dayaq yarımlarına oyuncular. Qiymətləri mənlikdir. Qiymətləri maksimum hər bir oyuncu 1 milyondur. Ondan artıq qiyməti yoxdur. Əksəriyyətlə Braziliya B liqasından, Xorvatiya liqasından hamısını yazmışam. Bəli. Hazırlamışam. Atqat nə qədər verəcəm? Deməli, qardaş, müdafiənin sağ cinahına Braziliya B liqasında oynayır. Diego Batista Atletik klubda oynayır. Neçə yaş var? Yaş 22, 29 avqust 2003-cü il təvəllüdlü, bəli. 328 min dollar dəyəri var hal-hazırda, dəyər olaraq. Üstünlükləri nədir? Üstünlüklərini deyirəm. Danışa bilir. Bəli, əsas odur. Ünsiyyət, beyni işləyir. Qol vəziyyətləri yaranması 92%. Bu Footstatinin statistikasına əsaslanıb yazmışam hamısını. Orada bütün müqayisələrinə baxıb. Ondan əlavə rəqib qapısına zərbə faizi 83%. Digər rəqiblərinə həddən artıq yüksəkdir. Yəni qapıya zərbə var. Yəni tam profilində desəm, Mateo Silva-la eyni profildədirlər. Statistik baxımdan oyun anlayışı, dinamikada geri, irəli, arxa, yəni hə, baxın oturub onlara da baxmışam. Bu mövsüm başlayandan 16 oyun 16-sında da oynayıb 1239 dəqiqə oynayıb, 1 qol var, 2 asisti var, 4 dənə sarı vərəqəsi var. Paslarda 76% pas dəqiqliyi var. Cinah müdafiəçi üçün bu çox gözəl göstəricidir. 76%. Bundan əlavə 10 dənə böyük şansı yaradıb 16 oyunda. Yəni bu qol epizodu yaratmaq deməkdir. Cinah müdafiəçisinin əsas özəlliyi nədir? Nəsə təhlükə yaratsın. Puxaç gördükdə qolu necə pasını atdı. Puxaç tapıntıdır. Yəni 10 dənə uğurlu crossu da eləyib. Yəni bu 16 oyunda 10 dənə qol epizodu yaratmaq, yəni bu əsasən hücumçulara, wingerlərə, yəni yarım müdafiəçiyə xas olan bir şeydir. Bu cinahda var. Ondan sonra hava topları, əsas zəif cəhəti hava toplarında 38%-dir, yəni qalibiyyətlidir. Yəni ona görə bir də
çox qayda pozuntusu ilə 23 dənə cərimə pozuntusu, qayda pozuntusu var 23 dənə. Biraz qırmızı, biraz Elvin sayağı. 1.5 də oyun ərzində 2 dənə 1.5 nəyə çoxdur ki? Çoxdur da Cınaq üçün. Sarı kart alma ehtimalı çoxdur, qırmızı kart alma ehtimalı çoxdur. Mərkəz müdafiəçisini bir dəqiqə şərait tutmuşam. Eyni komandadadır. Bilsən nədir? Oyun qurmada möhtəşəmdir oyunlarına da baxmışam Atletik klubun. Bu da Seri B-də 23 yaşı var. Dəyəri düzü bahadır. 900-2000 dollardır. 1 milyondan. Bəli, 1 milyon dəyəri. 17 oyun 17-sində də oynayıb 1437 dəqiqə və 1 qolu 2 asisti var. Adı nədir? Adını demirəm. Lukas Belezi. Əsas üstünlüyü də müdafiədən çıxarkən oyun qurma bacarığı var. Adamın pas dəqiqliyi ilə gəldim hamısı. Corinthiansda yetişib, yəni elə belə oğul deyil. 86% pas dəqiqliyi var oyun qurması olduğuna görə. Yəni pas dəqiqliyi bəlkə biraz aşağıdır. Sağa sola çox atmır, irəliyə paslar atır deyə. Əsas özəlliyi diaqonal ötürmələri 48%. Uzun topları. İkisindən biri dəqiq. Bu möhtəşəm bir şeydir. Yəni 61 dənə təmiz pas atıb. Təmiz 17 oyuna 61 dənə təmiz uzun pas atıb diaqonal. 3 tamamdır, 4-ə yaxında. Bəli. Yəni əks hücuma çıxanda Vernuduk əks hücumda oynayır axı. Sürətli irəlidə oynayır. Bu əsl lazım olan oyunçudur. Hava toplarında 59% qalib gəlib. 30 dənə dueldən qazanıb. Hər oyunda demək olar 2 dənə hava topunda dueldə qalib gəlir. Ondan kart intizam problemi var biraz. Çünki 2 dənə qırmızı vərəqəsi var. Biraz cavandır da indi dəris oldu. 17-12 qırmızı vərəqə həqiqətən çoxdur. Çoxdur. Bir də sol canağa Heron. Padişah Heron. Neron. Roma'yı kim yaptı? Oradan eyni klubdan. Yox, bu Landria klubundadır. Sol Serie B-də yenə. 25 yaşı var, 150 min, 160 min dəyəri var. Keçmişdə amma bazar dəyəri 1,3 milyona çıxmışdı. 22 yaşı olanda. Perspektiv sayırlar. Amma qalxmayıb. 17 oyun oynayıb, 1054 dəqiqə, bir dənə pası var, asisti var, 2 sarı vərəqəsi var. Əsas üstünlüyü nədir? Driblingdə. Adam 67% dribling dəqiqliyi var. Top qazanma faizi ikili mübarizələrdə 66%-dir. Hava toplarında da effektivlidir, 84%. Bu üçü də. Şimdi yaxşı. Nə qədər faiz istəyirsən? Hə? Nə qədər faiz? Mən istəmirəm ki, götürsünlər, maraqlansınlar. Yəni bu oyunçular yarır yoxsa yaramır. Bu neçə, bu 3 dənə ki. Başqa hələ müdafiə. Dayaq yarım müdafiəsən Lepnic'in profilində oyunçu tapmışam. Kim? Yəni Zirə bizdən inciyəcək çox da. Zirədən də siz Zirədən danışın, mən də Zirəyə olacaq. gəlsə axı çempionat oynadı. Nə danışaq onlardan? Niyə udmadı? Niyə udmadı? Udmadı da. Bəlkə udmaq istəmədi. Eren də qol vurdu. Erenin o qapıdan qayıdan zərbəsi. Bir episod baxdım da, penalti idi. Necə? Ya penalti episodunda Yox, Var yox idi. 90 üstəl. Sonda Renato vurdu başla zərbə. Bir yəni başla endirdilər. Oyunçu Renato əllə idi. qaytardı. Renato endirdi. Burada dirsəyinə dəydi. Hələ belə yəni açıq olaraq dirsəklə qaytardı. Baxaram, qarşı oyunlar üst-üstə. Hakim var bunu gətirin. Bilirəm varı gətirin. Bu nədir? Konferans liqasında, ya play-offda var, nə bilim o Avropa liqasında. Yarım görmüsən hardan çəkildilər? Az qala 2 kamera, 3 kamera ilə. Yola verirlər. Bu olmalıdır. Ümumiyyətlə bu Zirəni demirəm amma əsasən bu Avropa haqlarına gəlir. Yəni olan o oyunlarda penalti epizodu hakim görmədi, yan xətt hakim də görmədi, amma yəni var olsaydı heç düşünmədən o penalti idi, oyun əlavə vaxta gedəcəkdi, Zirə bəlkə də keçəcəkdi. Yəni klubda bəxtsizlik üstünə bəxtsizlik. Nə qədər epizodlar? Birinci hissədə 2-0, 3-0 bitməli idi Zirə oyunu. Bitirmədi, bitə bilmədi. Burada bilsən bəhanələr var. Mən Rəşad Sadıqovu ilk oyuna görə tərəfləmişdik ki, komanda Zirə vurdu, Neftçi vurdu, sevinirdi. Yox, ona görə yox. Yəni Zirənin fərqi onda idi ki, onlar mental olaraq bəlkə tam hazır deyillər. Sonradan qoşulmuşlar da siyahıya gəlin oyun konfransda. Sən deyirdin ki, Danimarka kimi olacaq. Nəyi? Yox, bir oyun, yəni o həmin oyun göstərir ki, əla. İkinci oyunda bu payda nə bilim, mən Qapıya 2 dənə zərbə vurdu, 2 dənə qol vurdu da seriya. Nə istəsən? Yəni paydaya götürən. Paydaya, hə. 2 dənə də zərbə, 2 dənə qol, 2 oyuna. Yəni bu oyun komanda apardılar da yəni. Şeyin qabağına. Danışılası bir şey yoxdur. Çünki Rəşad Sadıqov özü də işlə danışmadı. Rapidin qabağına. Rəşad Sadıqov dedi ki, yəni əlimizə düşən şanslardan yararlana bilmədik, ona görə yəni oyun. Yox, mən qınamıram. Yəni futbol bəxtsizliyi arada olur. Amma Eren Aydının o sağdan çəkib qapıya zərbəsi ilə. Eren səncə qiymətini artırır? 100% o qalan bu mövsüm getdi. Xəbərlər yayılırdı ki, Qalatasarayın yetirməsi daxil.
Qalatasaray yetirməsi ilə Ay, maraqlanır. o O inanmıram amma Galatasaray səviyyəsində deyil. yəni belə deyək, gələn mövsümə, növbəti mövsüm ya yarıda ya da sonunda İranın yenə də qiyməti Türkiyə 1 klubları. milyona, Məncə Türkiyə 1 klublarına milyona getsə, yəni ki, Türkiyə klublarının sürpriz birinə olmayacaq. gedəcək məncə. olar. Hə, ilk 3-lük, 4-lük yox, amma aşağı klublar onu cəlb edəcək. Milliləşdirmə söhbətində sual vermişdilər, bildirmişdi ki, oynayaram. Görək kimi tapıb. Zirə Hə. 3 dənə də dayaq yarımdaşısını oyunçu tapmışam. 3 dənədən birini seçdim, amma ilk əsas üstünlüyü verdim Martin Vaxtımız tamam bir Laušičdir. saatı. Xorvatiyalıdır. Spartak Trnavada oynayır. 1.87 boy, yaş 25, sağ ayaqlı, qiymət də maksimum hal-hazırda 500 min 700 min arasında oynayır. Bəzi mövsüm, keçən mövsüm 700 idi, bu mövsüm biraz qiyməti düşüb. Əsas üstünlüyü nədir? Yəni Adları 72% Adlarını çıxararsan şəkillə ki, belə ki, görsünlər. Aa, Hə, hə. şəkil. bəlkə Yəni çatdırır. hava duellərində 72% topla qalib gəlir. Yəni bu ayrı bir şey, belə deyək də. Əsas üstünlüyü uzun olmasına baxmayaraq ayaqları çox yaxşıdır. Letnitsa kimi incə zərif ayaqları var. Ondan əlavə bir də yaşlı, 30 yaşlıdır. O da Polşadadır, Raşak, Damian Raşak. Bu Bunu hardan götürmüsən? oturub Food Study saytının hamısını eşələmişəm. Hə. Elə bildim menecerdə oynayır. Filtrlər. Rafael menecerdə oynayır. O Demək ki, oradan FM-dən o götürmüsən. FM-dən götürməmişəm. FM-də var idi oyunçular. O Qarabağ atmışdım keçən il baxmamışdılar. Qarabağ hücumçusu keçən vaxtlarda Qarabağ bir 8-9 hücumçu atmışdım. Nə Bunlardan var? birisi- Bax bu 2 euro həmin üzumçular hardadır? Baxaram, yaxşı. Maraqlı. Hə, biri var. Ha, bir dənə də şeydən tapmışdım. Deyəsən o da Uzatmışdı. deyim. İkinci oyunçu Agustin Alvarezdir. Bu da Uruguay liqasındadır. 25 yaş, 1.83 boydu, sağ ayaq. Bunun da 1 milyon qiyməti Onu var. gətir. Bu bildiyin şeydir də, Torreira. O Torreira'sı gətir. Yəni Torreira bütün Bir qara kilo işləri ondan görsün də yəni. 1 kilo ondan çək. 1 kilo çəkəcəm. Yəni Marian Laušič. Belə oxunur. Laušič oxunur da. Laušič. Belə yazılır. Laušič. Spartak Trnavada oynayır. 25 yaşı var. 2001-ci il 12 yanvar doğumlu. Lepnitsa profilində gətirin, qurban olun. Müdafiədən bizim oyunumuzu qura bilsin. Yəni ya müdafiəçilərin arasına girib oyunu qura bilir pasla. Rahat bir şeydir. Bildiyiniz yəni Lepnitsa profilində. Raşakı üstünlük vermə, amma minimum variant kimi də. Əgər bunlar alınmasa, onu bəlkə transfer edərsiniz. Yəni baxın, xahiş edirəm. İstəsəz oyunçuların adını paylaşaram. Yaz, yox, paylaşamsın, yaz, göstər. Yəni bu oyunçuları mən Neftçi üçün belə. axtarıb tapmışam. Hələ yenə də axtarıram. Bir Maraqlı çox idi. oyunçu. Sonra Nathan var. Mənim ən sevdiyim oyunçulardan biri idi. Braziliyalı winger. Aki. Yo. 23 yaşı var. Onu mən həmişə FM-də alırdım. Yəni yaxşı inkişaf edirdi, düzdür. Ən çox da Championship-də olanda onu alırdım. İndi 23 yaşı var. Həm sağda, həm solda oynaya bilir. Maraq üçün bax da gələn dəfə ki, gör keçən il aldığın oyunçular, o maraqlandığın oyunçular, ya Qarabağa deyirsən. Ha, yox. Gör oyunçuların aqibəti necə oldu? Yox. Bəlkə partladı hansısa xəbərin yoxdur. Adi bir oyunçu var idi. Ötən 3 il qabaq gəlib İstanbula oxumağa Afrikadan. Amma görmüşdüm deyəsən, hə? O İstanbul Spor'da oynayıb, sonra 5 milyon, 4 milyona Feyenoord'a transfer oldu. Hə, Feyenoord Tələbə transfer. kimi oxumağa gəlib 5 milyona Ola Feyenoord. bilər, maraqlıdır. Rafaelin də bu təkliflərindən ki, nəzər salarsınız. İnanın. Bilirəm ki, Neftçidən də baxırlar, Qarabağdan da, Sabahdan da hamısından baxan var. Bəli. Belə Dünənləri bir izləyici vardı, Ziyaya dedim. Türk adında və türk dilində şər yazırdı. Neftçi tərifləyirdi. Neftçi tərəfinə ola bilər. Nazarkeş də yazır. Salam aleykum. Yəni klublardan baxanlar var. İndi Rafaelin də bu təklifi maraqlı gəlsə araşdıra bilərsiniz oyunçuları. Oyunçular sadəcə araşdırın da. Yəni bilirəm ki, onsuz transferlərdə scout komandası deyə bir şey yoxdur sizlərdə. Yəni seçdiyiniz oyunçulardan bəllidir də. Yəni transfer marketdən baxıb oyunçu alırsınız. Ona görə Neftçi xahiş edirəm, heç olmasa oynayan oyunçu gətirin də. Yəni menecerlər var da. Elə ona görə transfer yox, marketdən alsalar yaxşıdır. Məncə menecerlərin işidir. menecerlərdəki Uğurlu ola bilmirlər. öz əllərində olan oyunçudur, pulun komissiyasını qazanmaq Uğurlu ola bilmirlər. Nə olar? Araşdırın da. Heç olmasa onu eləmirsiniz. Ən rahat yolun deyim. FM 26-nı yüklüyorsunuz kompüteriniza. Lisenziyasını alırsa $100'dır. Yəni inanıram ki, Neftçidə o qədər pul var. Filtr qoyursunuz. İnanın ki, oradakı o da əsl scoutların oyunçulara verdiyi reytinqlərin əsasında hazırlanır. Yəni FM-dən heyət yığsaz, Saint Juliet'da bu onlar yəni oran prezidenti və futbol direktoru FM-dən oyunçuları yığıb, yəni Deniz Undavuz adı ilə gətirmişlər də, onlar yəni partlatmışlar. Adım Yal bu. Hə. Yəni ona görə, yəni bu da sistemdə işləyir. Yəni skauta pul xərcləmək istəmirsinizsə $100 xərci var. FM-i yükləyin, xahiş edirəm. Oradan filtrləyin, tapın, gətirin. Yəni Əsəbləşmə. nə bilim amma, nəysə.
Bəlkə çempion olduq onda. Görürsüz, yəni Neftçi da keçidi, ona görə istədiyindən deyir. Elə belə demir. Bax belə, məncə sözümüz yekunlaşdı. Sözümüz Neftçi zirəyini saxladıq ölkə çempionatına. Artıq Avropa işləri bitdi. Ölkə çempionatı 2 həftəyə start götürür. APL Fantasy, EPL oynayırsınız, APL də oynayın. Yeni yaradılıb, biz də kodu yerləşdirəcəyik, linki yerləşdirəcəyik. Siz App Store-dan da, Google-da, marketdən də yükləyə bilərsiniz. Və mükafatlar var. Hər turun qalibinə, ayın qalibi, ilin qalibi, Həftənin qalibi. PlayStation 5 telefonlar, nə bilim, orada milli komanda ilə sonda səyahət. Ona görə Formalar, Azərbaycan planşetlər. çempionatına baxanlar, Azərbaycan çempionatındakı oyunçuları tanıyanlar, Qəbələdən, Şəfadan, oradan burada bütün klublardan, yəni Qarabağ, Sabah. Bir də yadda çıxartmayın ki, burada şərt deyil Qarabağdan, Sabahdan oyunçu yığasan. Onun hər klubdan 3 oyunçu yığa bilirsən. 3 oyunçu, yəni oradan 3-4 dənə əsas klubdan 3 dənə yığanda elə bir demək olar heyət bəlli oldu. Yox, pulun çatmır axı. 100 O min da var pul. da, müəyyən balansa uyğun. Orada bu mənə belə deyək, fantaziyada oynayanlar bilir də, mən özüm hamımız oynamışıq da. Orada incə məqamlardır. Orada tur ərzində Şəfada hansısa futbolçu, Qəbələdə və Gol vura bilər. Gol vura bilən, araşdırın baxın görün Şamaxıda kim var müdafiədə, hücumda ki, xal qazandıra bilər sizə. Xal prinsipi də bütün fantazinin tətbiq qaydalar bölməsində var. Hər yerdə olduğu kimi burada da elə olacaq. Ona görə uğurlar arzu edirik. Siz də fikirlərinizi yazın Azərbaycan klublarının Avropadakı çıxışı haqqında. Bu dəfə qismət olmadı oxumaq. Seçmişdim, oxuyacaqdım, alınmadı. Növbəti dəfə çalışacaq ki, səsləndirək fikirləri. Bax belə, sözünüz yoxsa sağollaşaq. Sağ olun. Salamat Növbəti qalın. görüşlərə. Kanala abunə olun. Əsas məsələ. Bəli. Öpürəm sizləri. Sağ olun.